Salam değerli izleyicilerim, kanalımıza hoş geldiniz. Necəsiniz? Ümid edirəm ki, hər biriniz yaxşısınız. Artıq 3 gündür video çəkmişəm, amma bir dənə səssiz yer tapmıram ki, bu videonu montaj eləyim, sizlərlə paylaşım. Burada isə videonun əvvəlidir. Birinci yoxlayıram ki, görüm necə düşürəm. Normal düşürəmsə videonun arxasını da çəkməyə davam eləyim. Əslində kilo almamışam. Demək olar ki, eyni kilodayam. Yəni zərrə qədər də çəkim artmayıb, amma eyni kilo dediyimə baxmayın. Elə əvvəlki kilomda çox da az deyildi. Əvvəlki kilomda 69 kilo idi. Ona görə də biraz əslində arıqlasam daha yaxşı olar. Demək olar ki, xəstəxanadan gələndən bu yana mənim çörək asılılığım var idi. Yeməyi çörəksiz yeyə bilmirdim. Amma nədənsə gələndən bu yana elə iştahımın olmayan vaxtında dedim ki, bir də çörək yeməyəcəm. Odur, budur. Xəstəxanadan gələndən bu yana mən hələ də dilimə çörək vurmamışam. Yəni bir dəfə olar ki, bəlkə şokolad çörəyi yemiş olam. Qalan bu bir ay ərzində digər vaxtlarda demək olar ki, heç bir vaxtı çörək yeməmişəm. Bu video istədim ki, biraz belə dərdləşmək tərzində olsun. Çünki son zamanlar heç bir məlumat verməmişəm, nə var, nə yox. Yəni kiloyla bağlı məsələ bu yerdə qalıb. Bunu da niyə görə üstünə düşürəm? Həyatda hamı deyir ki, yəni çox arıq görünürsə nəyə ehtiyac var? Amma mən belə baxıram ki, kamerada o həyatda görsəndiyim kimi görsənmirəm. Ona görə də biraz bir 5 kilo arıqlamış olsam, kamerada da özümü daha yaxşı hiss eləyərəm. Yəni bu yaraşıq baxımından deyil, sadəcə paltarın ümumiyyətlə görünmə cəhətindən, mənim rahatlığım baxımından baxıram ki, yəni kilo verməyim daha mənim üçün əlverişlidir. Əslində indi səsimi yazanda yadıma düşdü ki, keçən dəfə abunəçimin biri xanım yazmışdı ki, çiyə toxumunu hər gün səhər belə ac qarnına limonla qarışdırıb içirsən, çox yaxşı kilo verdirir. Üstündən 1 saat sonra yemək yeyirsən. Yəni onu da yoxlamaq olar. Əslində limon mənim təzyiqimi aşağı salır, amma üstündən kofe içib onu dəstəkləyə bilərəm. Bu barədə eşidənləriniz varsa və yaxud yoxlayanlarınız varsa mütləq aşağıda qeyd eləyin. Arıqlamaq məsələsi qalsın öz yerində. Burada nə eləyirəm? Demək olar ki, səhər Hüseyn dərsə gedən kimi başlayıram evləri səliqəyə salmağa. Yəni hazırlığa gedir əslində səhərlər saat 11 radələrində. Onu yola salan kimi uşağa tez-tez baxıram ki, yəni ayılmasın. Bütün evləri səliqəyə salıram. Bu təmizlik deyil, sadəcə tökülən şeylər ki var. Onlar adamın ürəyini sıxır evdə, orada, burada qalanda. Ona görə çalışıram ki, birinci rahatlığım üçün, beynimin sakit olmağı üçün ortalığın hamısını səliqəyə salıram. Çünki təmizlik qalsın bu yana, belə vaxtı bir qapını açan olsa narahat olmursan ki, heç yatsan belə narahat olmursan ki, ev heç olmayanda səliqəlidir. Kimdir baxan ki, ev toz soranlıdır və yaxud silinmişdir. Özümü son zamanlar çox narahat hiss eləyirəm. Çünki demək olar ki, axır ay, mən demək olar ki, ancaq yataq rejimində oldum. Ondan sonra isə belə ağrı filan, çox şeylər oldu və yenə də iş görə bilmədim. İnanın ki, bütün dolablarım elə bir haldadır ki, hamısı qarışıqdır. Hər şey hər yerdədir. Hər yer hər yerdədir. Yəni o dərəcədə ev qarışıqdır. Yəni onları bir-bir səliqəyə salmalıyam. Çünki indi biraz daha özümü yaxşı hiss eləyirəm tam olaraq. Ona görə də yəni əvvəldən özümü yaxşı hiss edirdim. Sadəcə bu rejimə alışmaq söhbəti var. Demək olar ki, baxıram ki, bu rejimə alışmağa çalışıram. Ona görə də yavaş-yavaş başlayıb hər gün biraz bu evlərdən, bu yəni dolabların içərisindən təmizləmək lazımdır. İnanırsınız, neçə gündür fikir verirəm. Əslində baxıram ki, ortalıq səliqəlidir. Evi toz soranlamışdım da, silmişdim. Düzdür, 4-5 gün bundan əvvəl eləmişəm, yenidən ehtiyac var. Amma ki, eləmişəm də, yəni ortalıq səliqəlidir. Amma gəl ki, özümü heç bir şəkildə bu evdə rahat hiss eləmirdim. Elə bil ki, hər yer nə qədər ortalıq səliqəli ola, yenə də elə bir ki, içəridə var ki, hər yer qarışıqdır. Çünki dolabların içərisi o gündədir. İnanırsınız, baxsaz o ıvır-zıvır siyirməsidir, doludur. Qaşıqların yeri, buradan çömçə çıxır, oradan mühür çıxır, oradan dərman çıxır. Bibim Faberlik firmasında işləyir. Belə bir şeylər gətirib uşaq üçün hədiyyə. Çox sağ olsun, çox bəyəndim. O uşağın paltarlarını yumaq üçündür, belə başa düşdüm. Düzdür, rus dilini mükəmməl bilməsəm də, yəni ara sözləri bilirəm, elə də yaxşı bilmirəm. Ona görə belə başa düşdüm ki, bu paltar yumaq üçündür. Digərləri isə uşağı yumaq üçün geldi, bədəni üçün geldi, kremdir, şampundur, belə nəm salfetkalardır. Bir də ki, bibim belə bir pastel hədiyyə gətirmişdim. Göstərəcəm deyə stolun üstündən götürməmişəm. Belə bir şeydir. Şəklini göstərim. Belə bir şeydir. İndi ilk dəfə sizinlə birlikdə açacağım. Salarıq görək necə olacaq. Görüm içində nə var. Bir də görürsünüz ki, elə yekə balışlar çıxır, əvvəlki üsul balışlar. Bu yaxşı ki, balacadır.
Mən sizə səhv eləmirəmsə göstərməmişdim. Bura bildiyiniz kimi o bir evdən gələndə bu 4 dənə şkaf var idi, belə şifonyer var idi. Bura isə boş idi. Bildiyiniz kimi bu ora qoyulmuşdu. İçərisində dərman falan var. Bunu da sortirovka edib onsuz da atmaq lazımdır. İçərisində çox mənasız şeylər olduğunu fikirləşirəm. Bura boş idi. Onu çıxartdıq yerinə bura bir dənə bəbiş üçün şifonyer düzəltdik ki, içərisinə bilmirəm içərisinə haldadır. Belə də içərisinə bəbişin bezləridir, paltarlarıdır. Burada məndə kurtkalar üçün az idi yer. Bura bir iki dənə kurtka, yuxarıya bəbişin kurtkasını qoymuşam. Belə bir şey, yəni əlavə bir yer olsun deyə qəşəng tutdu buranı. Bu arada bu mebeli qardaşım düzəldib daha doğrusu. Qardaşım gəlin mebel sexində düzəlib. Ümumiyyətlə, bunlar da hamısı orada düzəlib. Səhifəsini sizə bura qeyd eləyəcəm. İstəsəniz, münasib qiymətə çox qəşəng mebellər. Əgər məndən bizim kanaldan gəldiyiniz desəniz, qiymətlər münasib olacaq. Bu da fikirləşirəm ki, bak balaca otaqda bu da yer tutur. Buna da bir vaxt lazımdır ki, bunu buradan çıxardım atmayı, yəni. Bir dənə, burada vacib dərmanlardır, fisyo. Bu nədir birdən soruşarsınız. Hamiləliyin son aylarında bunu eləmişdim, amma halım yox idi deyə son ayında video çəkməyə. Ona görə göstərməmişdim. Bunu anam bizdə qalırdı, mənə o aylarda kömək edirdi. Ona görə ona da ki, güzgü lazım idi çıxanda falan özün görməyə. Burada da bu otaqda güzgü yoxdur. Bunu yapışdırmışam. Bunu 5 manata alıb. O arxası yapışqanlı olur. Birdən sizə də maraqlı olar ki, bu güzgülər necə görünür? Belə görünür. Yəni dəhşət dərəcədə üzü belə göstərmir. Bu formada göstərir. Belə. Gələk o məşhur sözə, uşaq yatanda sən də yat sözünə. Düzdür, həqiqətən adam belə çox yatmayanda adamda belə giclik olur, narahatçılıq olur, amma uşaq yatanda necə yatmaq olar ki, bu qədər işi kim görəcək? Uşaq yatanda adam yatsa, gərək ev əldən çıxa. Bunun yeməyi var, ev təmizləməyi var, digər uşağın dərsi var, yəni səliqə var, o qədər şey var ki, yəni yatmaq o deməkdir ki, bütün işləri atmaq deməkdir. Özü də yatanda mən fikir vermişəm, adam daha da belə gicləşir, daha da beyninin özün narahat hiss edirsən. Çünki qırıq-qırıq ayılanda qırıq-qırıq yatırsan. Həmən yuxu adama elə pis təsir edir. 2 saat normal yatım, o mənə bəs edir. Hər saniyədən bir ki ayılırsan. Yəni oradan heç bir şey anlamırsan da, yəni heç bir rahatlıq falan olmur. Dayıca adam durandan sonra şey kimi olur. Bu aralar çalışıram ki, Instagramı aktivləşdirim. Ona görə də xahiş edirəm ki, hər biriniz Instagramda əgər məni çox istəyənlər girib məni follow etsələr orada sevinərəm. Çünki orada da çalışacağam ki, gündəlik qısa vloqlar falan, gündəlik həyatdan nələrsə paylaşım. Əgər siz ora gəlsəniz, bu mənim üçün daha da həvəsləndirici olar, daha da yaxşı olar. Ona görə də xahiş edirəm hər birinizdən mütləq şəkildə girib Instagramı follow etməyinizi. Uşağın adını çox soruşanlar olub, əslində altına yazmışdım. Burada isə qeyd edirəm yenidən. Uşağın adı Həsəndir. Düzdür, indi yatmağı tez-tez ayılsa da, nə olsa da düşünürəm ki, bu onun ən rahat vaxtlarıdır. Hələ birazdan ki, ayaq açacaq. Onda daha da onun diqqət, indi ağlasa belə biraz gec gedilmək olar, amma onda gərək bütün günü gözün üstündə olsun ki, uşaq harasa dağıtmasın, üstünə nəsə düşməsin. Ona görə elə düşünürəm ki, onun elə ağlasa belə, yuxusuz qalsan belə ən rahat vaxtları indidir. Paltarı isə əynindən çıxan kimi tez bazar onu yuyuram, maşına falan atmıram. Gözləmirəm ki, tez yuyulsun, sərilsin. Paltarları gözləmirəm ki, yığılsın. Hüseyndən qalan paltarlar var idi, onlar idi. Əlavə də bir 5-6 dənə cəm paltar almışam. Yəni bu yaşda paltarları alıb doldurmamışam. Buna ehtiyac da yoxdur. Çünki uşaq sürətlə böyüyür. Yəni o qədər israf eləyib artıq paltar almağa məncə dəyməz. Ona görə də elə vaxtında yuyuram, əlimdə olsun ki, lazım olan şeylər olanda bilim ki, quruyub təmizdir. Çünki uşaq olur ki, tez-tez nəsə olur, üstü bulaşır ya qaytarır. Gərək ki, iş qalmasın. Qaldısa adamın üstünə yük kimi qalır. Burada da yenə dərmanları bura qoymuşam. Çünki unuduram içməyə bu qədər işin gücün arasında. Həm də yoldaşım da unutmasın deyə. Gündə məsələn doza 3 dənə içəcəksə 3 dənəni ayırıram, qoyuram. Məsələn dəmir də gündə 3 dənə içməliyəm. Onu da özüm üçün ayırıram, qoyuram. D vitamini ayırıb qoyuram. Yəni gedib gələndə onsuz da koridorda adamın gözü görür. Görürəm ki, nəyi içmişəm, nəyi yox. Bir vlogda xanım yazıb ki, içdiyiniz D vitamini göstərin. Bu D vitamini İrandan gəlmədir. Amma ki, mən əvvəllər bundan da əvvəl Dekarol içirdim. Yəni Dekarol da çox qəşəngdir, həm də qiyməti də onun uyğundur. Tez elə əlimdə olmuşkən birini içirəm, keçirəm mətbəxə. Təbii ki, bunu oturaraq içmək lazımdır dərmanları, amma ərinirəm koridora getməyə. Ona görə çox vaxt elə belə əyilirəm. Burada soğan qovururam. Burada da
Bu vermişli nə vaxtı almışam. Heç bilmirəm bu yumurtalıdır ya yox. Niyə belə ucuzdur? 1 manat 36 qəpiyə. Allah eləsin yumurtalı olsun. Birdən yumurtasız olar bu. Nə bilim, gözüm su içmir. Yumurtalı oxşamır heç. Əvvəlcədən özümü qarantiyalı deyirəm ki, yaxşı çıxması bilin ki, yumurtalı deyilmiş. Soğan biraz qovruldu. Üstünə kökü atdım, qovurdum. Burada da vermişləri biraz qovurdum. Onun üstünü döktüm, ağzını bağladım. Görək başımıza nə gəlir. Vermişil orada pişir. Bu da ki, soyuğudur. Attım üstünə, əlavə elədim. İndi biberləri doğrayacağım. Bunun ağzını bağlayacağım, pişsin. Neyse bu verməşildə mənim gözüm su içmir. Bu elə yumurtasız oxşuyur. Bu verməşil, bu da ki qarıq da əlavə elədim. Oldu belə. Belə bir şey. Düzdür, qorxdum deyə çox saxlamadım verməşili, amma çox dadlı oldu, qəşəng oldu. Və keçirəm, deyirəm ki, buranın vaxtı təmizləmirəm. Heç olmayanda buranı başlayım. Mətbəxin ən belə tez batan hissəsi buradır. Çünki yoldaşım burada performans göstərir, o videolar falan burada çəkirik deyə. Demək olar ki, bunların üstünü tez-tez təmizləmək lazımdır. Yoxsa ki, bunun üstü olur yağ, sonra pəncərədən də üstünə toz vuranda elə bir qarışıq bir şey olur da onların üstü. Amma ki, belə deyim ki, 3 ilə yaxında artıq işlədirəm. Tren yoldan almışdım, çox keyfiyyətli çıxıb. Yəni bizə dözürsə, deməli ki, bu keyfiyyətlidir. Nəinki belə hansısa bir dolab təmizləməmişəm. Hətta heç bir yer dərindən də təmizlənmir. Yəni elə hər gün gündəlik olan işlər görülüb, toz soran olsun olunub, silmək olsun olunub. Amma ki bir yeri dərindən tozunu alasan, dərindən belə təmizləyəsən, bəlkə bu 2 ay ərzində onun heç biri bu evdə olmayıb. Ona görə də hamısını yavaş-yavaş birlikdə eləyərik inşallah. Deməli hansı ki həkim yataq rejimi yazdığı müddətdə baxmadığım serial qalmayıb. Bütün o türk dizilərinin hamısına baxmışam. İndi isə yavaş-yavaş tərk etməyə çalışıram. İndi ən sevdiyim Taşacaq bu dənizdir, düzdür, onu tərk etməyi falan düşünmürəm. Hər bölümünə baxıram, Uzaq şəhərə yenə də baxıram. Yəni bunlar da neyniyim, artıq da onları tərk eləyə bilmirəm. Təəssüflər olsun ki, əvvəllər isə vaxtımı belə bir şeylərə verməzdim. İndi isə boş oturan kimi Uzaq şəhərə baxıram, Taşacaq bu dənizə baxıram, Güllər və Günahlara baxıram. Hələf falan əvvəl baxırdım, onları qoymuşam yarımçıq hələ ki. İlk dəfədir ki, bu qədər mən yolkanı gecikdirmişəm, yolka qurmamışam. Həm evimiz biraz balacadır, o böyük yolkanı qoymaq yer tutur. Həm də ki, düzün deyim ki, onluq deyil, hər il eləyərdim. İndi bu dəqiqə elə bir bu havada deyildim, amma mütləq quracam. Çünki uşaqlar üçün həm Həsənin ilk yeni ilidir, həm də Hüseyin üçün də istəyirəm. Düzdür, deyir ana, mənim üçün fərqi yoxdur. Amma deməyinə baxmaq istəmirəm ki, birdən ürəyindən keçirdər, kiminsə evinə gedər, o yolka olar, onun yolkası olmaz. Ona görə balaca bir yolka da olsa onun üçün quracam. Hələ ki, vaxt eləyib qura bilməmişəm. Bir yeri belə səlqəyə salmağım adamı nə qədər yüngülləşdirir. Bilmirəm, sizdə də elədir ya yox. Həqiqətən o kitablarda da yazıldığı kimidir. Hansısa bir dolab qarışıqdır ya. Elə bilirəm ki, mənim beynim qarışıqdır. Heç bir şeyə fikrimi belə dəqiqliklə verə bilmirəm. Elə bilirəm ki, beynimdə nəsə qarışıq fikirlər var. Həmən o səliqəsizliyi mənim beynimə təsir edir. İndi ki, nə zaman ki, onları səliqəyə salacağam, bütün paltarlarımdır, bütün hamısı makyaj çəkməcəsidir, orada ıvır-zıvır çəkməcəsidir, hicablar olan bölmədir, canamazlar falan olan bölmədir, hamısı məhv durumundadır. Onlar düzələndən sonra mənim də bu havam belə yenidən bilirəm ki, düzələcək. Ona görə bugündən başlamışam. Hər dəfə elə bir dənəsini də eləsəm bəs eləyər. Hər dəfə bir də eləyəcəm. Həm də əməliyyat zamanı məndə miomalar var imiş. Həmən miomalar da götürüldü deyə, ona görə də biraz daha ağrı əvvəlkindən, yəni başqalarına nisbətən biraz çox idi, amma ona baxmayaraq şükür Allaha artıq 5-ci günümdə toparlanmışdım. Hər bir şey yaxşı idi. Psixoloji cəhətdən isə indi fikir verirəm ki, indi toparlanmağa başlayıram. Şeyinin məktəbinə gəlməyinə az qalır, qapını açıram. Belə qəşəng buludlar var ki. Uduzmusan? Uduzmusan? Üçüncü yerə çıxmısan da? Ana bir sənət oldu. Əllə ikimiz verelim. CSG-dən 67 yazıb yalanlar mənə allatmaq üçün hissənmişdim. Amma neçə alıb? 93. Mən niyə alladım oxunu yazmışsan ifritə? Sen niyə yerlədmirsən? Yerlədirim. Bilirəm, baxırdım, yerlədirim. Böyük yolka qurmağa bu il həvəsim yoxdur. Çünki həm ev balacadır, çox yer tutur. Həm də ki, çox uzun məsələdir.
Görün bu balaca yolkanı qurmaq istəyirəm. Balaca yolkamızı qurduq ki, çünki evimiz balacadır. O böyüyü qurmaq çətindir. Oyuncaqlarımız qədər də Allah. Ona görə o güllü hələlik keçdim ora. Hüseyin müəllim, bırax. Tök görək ora nələr var. Bəvəş də ağlayır. Tez tök, mən gedim bəvəşə. Qaldır da korobka. Dilim bərbatdır, torpağın içərisində qalıb. Bunları silək, sonra sən yerləşdir yaxşı. Apar qoyuların altına. Ortadan aysallanır. Bu bizim yolkamız. Ulduzumuz yoxdur, ulduz alacaq. Ümumiyyətcə gələn ildən yolkanı inşallah. Keçən ildə dedim, amma qismət olmadı bu il almaq. Başqa cür oyuncaqlar alacağım. İşığımız belə yoxdur. Əsas odur ki, yolka qurduq. İşıq alaram, bir də ulduz alaram. Aşağılarına da keçən il falan düzəltdiyim şeyləri belə yığmışam. Bir dənə işıq alsam, o qədər tələsi elədik çünki uşaq ağlayır. Amma şükür Allaha bitdi. Bir dənə də ulduz alaram, bir dənə də işıq alaram, onlar qəşəng yolka. Nə vaxt ki, qonaq gəlir, əlimi atıram, görürəm ki, bu rozetka deyirlər də, səhv eləmirəmsə. Rozetka buna deyirlər. Buna deyirlərsə bir tok taxılana da rozetka deyirlər. İndi fark elədim. Nəsə belə bir şeylər lazım olur mürəbbə üçün. Görürəm ki, yoxdur, deyəsən yuxarı qoymuşam. Ona görə belə bir şey almışdım və belə bir çaşka almışdım. Çox xoşum gəldi. Çox qəşəng çaşkadır. Bunun məndə sadəsi də var idi, almışdım. Bu isə bəzəklisidir. Və Temudan yoldaşım üçün bir-iki şey sifariş vermişdim. Yoldaşım üçün bir dənə kofta sifariş vermişdim. Evdəki koftaların da demək olar ki, çox qaradır. Ona görə qeyri-adi bir şey yoxdur. Sadə, adi qara koftadır, amma qəşəng çıxır. Bir dənə də belə ayaqqabı. Ayaqqabı da xoşuma gəldi. Burada belə ağ düşməyinə baxmayın. Zil belə qaradır, velurdur. Yəni ki, qəşəng görsənir o da. Və ən əsası iti qovan almışam. Baxın, bununla basırsan, internetdə var. Yəqin ki, görərsiniz. Temuda bütün itləri bundan qovurlar. Belə yüngül səs çıxardır, azca səs çıxardır və bütün itlər, elə də bir səsi yoxdur ya. Prosta nəsə o bilmirəm, şuadır, nədirsə, bütün itlərdir, pişiklərdir, deyilənə görə güya bunu basandan sonra qaçıb gedirlər. Gecə isə Hüseyin dərsini oxuya-oxuya demişəm ki, dərsini oxu, qutar, tortla çay içərik, amma ki, güya ki, bizim uşaq idman eləyir. Bu da bizim axşam seansım. Sər onları səlqəyə sala bilməmişəm. Şeir öyrənirik. Hə, de, bu küləyin... Bu küləyin qəzəbi dağıdır yeri göyü. Sonra nahaq... Nahaq yerə demirlər. Hə, nə demirlər nahaq yerə? Nahaq yerə demirlər. Hə. Səni udar. Elə şey yoxdur orada. Küləyin ən böyüyü. Küləyin ən böyüyü. Hə, belə şey görülməyib ki, tort yeyib üstündən axşam idmanı eləmək heç bir yerdə görsənməyib, amma yenə də həvəsini qırmıram. Ən əsas odur ki, əvvəllər də yeyirdi, amma hərəkət eləmirdi. Hüseyin əməli başda idman eləyəndən 2 kilo yarım filan arıqlayıb, bu da məni çox sevindirir. Gecə seansımızda isə Hüseyin spreyini vurur, sonra siropunu içir. Hüseyin dərmanların spreyini vurur və nəhayət ki, biz 5 şüşümüzlə yığmışıq, çıxıb götürük yatmağa. İnşallah ki, bu bebiş yatar. Heç inanmağım gəlməyəcək bu bebisə.